Bu qidalar insanı rahat yatmağa qoymur. Mütəxəssislər bildirir ki, yatmazdan öncə qəbul edilən bəzi qidalar yuxu ritmini pozur, beynin sakitləşməsinə mane olur və gecə oyanmalarına səbəb olur. İlk növbədə kofein tərkibli içkilər, qəhvə, qara çay və enerji içkiləri sinir sistemini aktiv saxlayır. Bədəni yatmağa hazıram siqnalından uzaqlaşdırır. Şokolad da eyni təsiri göstərir. Yağlı və ağır yeməklər mədə fəaliyyətini yükləyir. Həzmi ləngidir və gecə narahatlıq yaradır. Acılı qidalar mədə turşusunu artırır və yuxu arasında yanma hissi ilə oyandırır. Yatmazdan əvvəl çox şəkərli içkilər qəbul etmək qan şəkərini sürətlə qaldırıb endirdiyi üçün beynin sakitləşməsini çətinləşdirir. Hətta narıncı, qreypfrut kimi sitrus meyvələri belə turşuluq yaratdığı üçün yuxuya getməyi gecikdirə bilər. Mütəxəssislər tövsiyə edir ki, sağlam və rahat yuxu üçün axşam saatlarında yüngül və asan həzm olunan qidalara üstünlük verin və yuxudan ən azı 2-3 saat əvvəl yeməyi dayandırın. Bu kiçik dəyişiklik belə yuxu keyfiyyətində böyük fərq yarada bilər.